bəzi xalqlar irqi olaraq özünə məxsus xarakteristikalara malikdir və o xarakteristikalardan çıxa bilməz. Amma bir yerdə də bunu bildirir ki, millətdən çıxmaqla bağlı deyirəm bunu. Yəhudi özü aryan irqi ola bilər. Yəhudilərin arasında elə bir xarakteristika ola bilər ki, o aryanlığa məxsusdur. Aryanın içində də hansısa bir yəhudi xarakteristikası tapıla bilər. Bu o deməkdir ki, bu adam nasiyanın tərəfdarı deyil. Yəhudilik ya almanlıq özü millətlərin içərisində xarakterlər var ki, hansı ki Evola ona stavka qoyur. Bu döyüşçü olmaqdır, bu iradəli olmaqdır, bu metafizik olmaqdır, bu çox asan şəkildə feminin olmamaqdır, materializmin əleyhinə olmaqdır və s. Antiliberal, anti-egalitar və ruhani olmalıdır. Bu şeylər özündə cəmləşdirən fərddir. Onun üçün fərd önəmlidir və bu fərdlərin üstündə qurulmalıdır. Onun necə deyim, beynindəki cəmiyyət ideyası.